Salam. Bu videoda reflektoru necə açmaq və yığmaq olar, onu göstərəcəm sizə. Əlimizdəki 110 sm-lik modeldir, amma aşağı-yuxarı bütün modellərdə proses eynidir. Gəlin ilk öncə baxaq reflektoru necə açırıq. Açan zaman maksimum diqqətli olmaq lazımdır, çünki bu hissə çantadan çıxandan sonra qəfil açılıb üzümüzə dəyə bilər. Bu səbəbdən bunu çox ehtiyatla və ara məsafəsi saxlayaraq açmaq lazımdır. Diqqətlə baxın. Bu formada açdıq. İndi isə yığılmasına baxaq. Yığılma üçün sağdan və soldan bizdə burada qulplar var. Qulplardan tuturuq. Əlimizin biri irəliyə baxan şəkildə, biri isə mənə baxan şəkildə tutmuşam və bunu 8 formasında baxın, 8 formasında qatlayıram əvvəlcə. Sonra isə biraz da qatlayıram və bu formada keçirilən iç hissə. Yəni təkrar baxaq. Bütün bu xəttlərə fikir versəniz, tək bir qayda var. Kənardakı bu dəmir alüminium çərçivədir. Bu qəfil qatlanmamalıdır. Bu tədricən bu formada yığıla bilər. Fikir verək. Yenə göstərirəm. Bu biraz bir neçə dəfə cəhd eləyəndən sonra praktika ilə daha asan başa gələcək. Ümumiyyətlə reflektor nədir, nə işə yarayır, əgər bilmirsənsə, yuxarıda burada video var. Oradan klik eləyib baxa bilərsən. Sağ ol, növbəti videoda görüşərik.